Deməli dostlar, axşamınız xeyir olsun. Bir mövzu neçə vaxtdır ki, bax elə beynimin ucunda durub, demək istəyirəm, danışmaq istəyirəm. Çünki özümə də maraqlıdır. Başım qarışıq olur, yenə yaddan çıxır. Yəni bunu paylaşmıram, danışmıram ümumiyyətlə. Bəzi aparıcılarımız, o bizə dost deyənlər, xətrimiz onlar üçün əziz olanlar, hardasınız, niyə səsiniz, sorağınız yoxdur? Bir həftədə 10 dəfə yığırdınız. Köməkçiləriniz, nə bilim, işçi heyətiniz, bütün öz kruqunuzda, yəni ki, orada kollektiv. Hardasız? Hətta gəlmirəm deyəndə inciyirdiniz ki, deyirdim, təzə çıxmışam, biraz fasilə verək gələn dəfə sizə, yoruluram və yaxud da nəsə bir gündə 3 verişə belə getmişəm. İndi o aparıcılarımız, o dost dediklərimiz, bizə əziz olan insanlar, hardasız? Nədən qorxursunuz? Hə? Niyə? Heç insan olaraq da mən sizə əziz idimsə, xətrimi belə soruşmursunuz ki, Qumral necəsən, haralardasan? Bax, siz busuz. Siz öz təmənnanızı güdmüsünüz, özünüzü düşünərək və sonra adı da dost olub, güya bizi çox istəmişsiniz, xətir hörmət var imiş, nəymiş? Xeyr, hər şey bu fasilə, bu dövr gözəl göstərdi. Sizləri mənə gözəl tanıtdı. Çox sağ olun hər şey üçün. Hə, bir də onu vurğulayım ki, qorxursuz start etməyə. Niyə? Qumral neyniyib ki? Mən ümumiyyətlə neyləmişəm ki, mənə efir qadağası olsun, birincisi. Kimlərsə özü görmək istədiyi bu ətrafı var, uydurmalar, quraşdırmalar, bizim adlarımızı siyahı tutub ora yazanlar ki, yazdı və güya ki, siz də o yazılara rağmen qorxub çağırmadınız bizi. Hə, nə olacaq ki? Mən sizi tanıdım, yəni mən efirə çıxdım da, çıxmadım da, qanun qarşısında deyir o boynum qıldan incədir, amma bu qanuni bir şey deyil axı. Siz indi ehtiyat edirsiniz, qorxursunuz ki, kim birinci çağırar deyə, o çağırsın, birdən biz nəsə zibilə düşərik. Amma siz ki, bizə dost deyirdiniz, bir həftədə bir 10 dəfə, 5 dəfə deyirdiniz ki, gəlin. Yox, mən səni istəyirəm olasan, mən sən gələsən istəyirəm. İndi istəmirsiniz, mən gəlim. İndi heç belə yadınıza da düşmürük, heç Allahın bir salamını belə yazmırsınız. Amma yadınızda saxlayın, bu təmənnalı, yalandan danışığınızı hər bir şeyi gördük də, çözdük də. Bundan sonra isə siz məni çağıranda verişlərinizə mən gəlməyəcəm. Okey?